Ha, hörmətli bağbanlar, Avisto üzvləri, bunlar burada 150 170 dənə 170 dənə cücədir ümumi. Onlar bir ay beləncə bruderlərdə qalır taxta. Və mütləqdir ki, temperatur daim nəzarət olunsun, çünki onun öz qrafiki var da. Birinci gün 32-33 dərəcədən başlayır. Sonra bir aydan sonra bunları salmışıq aşağı və aşağıda da gördüyünüz kimi termometr qoyulur və daim nəzarət olunur ki, bir ayından sonra temperatur 20 dərəcədən aşağı düşməsin. Bunun əsas çoxluğu serebristilərdir. O kənddə həyatda saxlamaq üçün kifayət qədər bəs eləyir. Yox, indi biraz da istəsəz yumurta çox olsun, ondan bir günlük cücələri Lohman Brownlar satırlar. TikTokda axtarsaq, bəs qədər rast gələcək. Bir də Kuchenka yubileyne var. Onlar da yaxşı yumurtalıq ətlikdir. Onlar da qırmızı toyuqdur, beləncə bir şeydir. Orada içlərində var Blue astrologlar. Onların cüzələri, 10 günlük cüzələri 7 manat idi. O da balıqxanada və balıqxanadakı uşaqlarla əməkdaş edən uşaqlarda təmiz qanları olur. Kənddə saxlamaq üçün siz bunlardan alıb saxlaya bilərsiniz. Birdən özünüz artırmaq istəsəniz, eyni sortla çalışın, artırmayın da. Qan dəyişiminə gedəndə daha yaxşı nəticə almaq olur. Məsəl üçün, xoruzları götürürsünüz serebristidən, toyuqları götürürsünüz məsəl üçün, Kuchenka yubileynəyə. Yox, biraz istəyirsiniz yumurtalar çox olsun, onda Lohman Brown saxlayırsınız. Onda da eləncə qan dəyişiminə gedirsiniz. Ondan artırmaq istəsəz xoruzları götürürsünüz, Lohman Brown, toyuqları götürürsünüz, ya Kuchenka yubileynəyə ya da serebrist. O Xarkovda var bunların içində. Onun da cüzələri 2 manatlıqdır. Bu da qeyri-adi bir şey deyil. Yəni, tutaq ki, bahalı toyuqlar, cüzələr almaq heç bir fərq eləməyəcək. Nə yumurtasında, nə o birisində, nə bu birisində. Təqribən 3 gündə 2 dənə yumurta verə bilir. Yəni 180-200 dənə, 220 dənə yumurta verə bilir. Yemini bütün hamısından versəz də, buğda yarması da, arpa yarması da, qarğıdalı yarması da, beləncə yemlərini çeşidli eləsəz, qəşəng yumurta verirlər. Bu qədər bunlar da cücələr haqqında, yəni gedib bahalı almağa heç bir ehtiyac yoxdur. Adi 1 manatlıq serebristilərdə sizə lazım olan təsərrüfatınızda işinizə yarayacaq. Qəşəng dekorativ saxlamaq istəsəz, o başqa bir şeydir. Gərək onun üçün hinlər çox olsun. Qanları dəyişdirmək üçün başqa yerlərdən də almalısınız. Onların artırılması biraz çətindir. Gərək onunla məşğul olasan. Addenli bir dənə xoruz, 5 dənə toyuq qoyub, istədiyiniz şəkildə, istədiyiniz gözəllikdə o dekorativ quşları artıra bilərsiniz. Ancaq sürü şəklində qarşı olacaq, onların o özəllikləri də olmayacaq. Çünki bunların hamısı qibridli sortlarda, toyuqlarda istəyir broiler olsun, istəyir yumurtalıq, ağ yumurtalıq likornilər olsun, istəyir Lohman Brownlar olsun. Onların hamısı qibriddir, yəni bir neçə sortun bir-birinə vurulmağından alınıb. Kuchenka yubileynəyə də onun kimi, yəni 2-3 sortun bir-birinə vurulmağından nəticəsində alınıb. Allah hamının bağına, baxçasına bərəkət versin, təsərrüfatına bərəkət versin, xeyirli olsun, sağ olun.